Salam dostlar, mən bugün sizə Windows 8-də kompüterin yaddaşından hansısa bir xoşagəlməz proqramı silməyi öyrədəcəm. Məsələn, özüm istəmirəm bu və Yandex proqramı mənim kompüterimdən silmək istəyirəm və buna görə də Windows 8 olduğuna görə mən sizə başqa cür izah edəcəm. Əvvəlcə sanı aparırıq ya yuxarı apardıqda bu cür bir şey gəlir qabağımıza, ya da aşağı küncə apardıqda belə bir şey qarşımıza gəlir. Buna giririk və burada ikincisinə giririk. Burada isə bu Udalith proqram yazısına giririk və burada kompüterimizin beynində, yaddaşında olan bütün proqramlar qabağımıza çıxır. Burada hansısa xoşagəlməz istəmədiyimiz bir proqramı silə bilərik. Ona görə də burada bütün proqramlara baxırıq və burada mən birinci bu bir dənə proqram var. Üzr istəyirəm, burada bir dənə proqram var. Mən bu proqramı silmək istəyirəm. Onun üstünə basıb və Udalithə basırım və burada belə bir şey qarşımıza çıxır. Hər şey, nə istədik silsək, burada yes və no çıxır, ya da rus dilində da və ne çıxır. Burada yes çıxdığına görə mən yes eləyirəm, silir. Gözləyirik tam axıra qədər silsin. Gözləyirik dostlar, gözləyirik. Gözləyirik yıxsın və silinsin. Ne bileyim ne. Atılır bundan çıxır və gördüyünüz kimi son silinən proqram buraya gəlir. Mən bunu silmiş oldum. Görürsünüz sizə burada o adda bir proqram yoxdur. Sonra isə mən Yandex proqramı silmək istəyirəm. Bunun üstünə basıb və Udalith düyməsinə basırıq. Burada no var, no eləyirəm, niyə silinmədi? Bunun üstünə ya da o birisi düyməsini basıb, burada Udalith sözünə basırıq və burada üzr istəyirəm, mən bu proqramı bayaq da silmişdim, ona görə sonradan yüklədim, ona görə alınmır. Mən bir neçə gündən sonra bu proqramı silə bilərəm. İzlədiyinizə görə çox sağ olun.